Hər vaxtınız xeyirli uğurlu olsun əziz müəllimlər və dəyərli izləyicilərimiz, sizləri xoş gördük. Bugün sizinlə Könül Əliyevadır. Bizim bugünkü video izahımız elektromagnet rəqslər və dalğalar başlığının radio rabitə və onun prinsipləri, radiolokasiyanın testləri olacaqdır. Birinci sualımızdan başlayırıq. Yüksək tezlikli elektromagnet rəqslərin amplitudunun səs tezlikli elektromagnet rəqslərin dəyişmə qanununa uyğun dəyişdirilmə prosesi modulyasiya adlanacaqdır. Bu suallar hazır, yəni suallardır ki, bunları əzbərləməniz daha məsləhətə uyğundur. 1 C variantına gedir. İkinci sualımızda detektorlu qəbul edicinin sxemi göstərilir. Bax, bu bizim detektorlu qəbul edicimizdir. Və indi isə deyir ki, detektor hansı rəqəmlə işarə olunur? Detektor yarımkeçirici dioddur ki, burada 2, bu ikinci sualımızın cavabı Y variantına gedəcəkdir. Gəlin, mən sizə buradan detektorlu qəbul edicinin sxemini göstərim. Deməli, bax, bunu gətirəm, bura qoyuram, gözünüzün önünə yerləşsin, gətirəm, bax, belə qoyuram. İndi yaxşı olar ki, bunu götürün, özünüzə bir qeyd edin. Bu dediyimiz kimi bizim detektorlu qəbul edicimizdir. İndi burada hamısını yerləşdirmişəm. Bax, bir olan qəbul edici antenadır. Radiostasiyalardan gələn modullaşmış siqnalların qəbuludur. 2 olan, bax bu 2 olan rəqs konturudur. Sonra 3-ə baxın, 3-ü deyə burada yazmışıq. İndicə bu sualımız oydu. Detektordur. 4 soram tutumdur. Tutum həm sabit tutum var, həm dəyişən tutum var. Belədirsə, yəni 2 paralel lövhədirsə, bu sabit tutumlu kondensatordur. Nə üçün istifadə olunur? Döyünən cərəyan hamarlanması üçün istifadə olunur. Amma 6 da kondensatordur, amma dəyişən tutumdur. Sabit tutum olanda belədir, amma dəyişən tutum olanda üzərindən bir dənə belə bir oxu yerləşdirəcəyik. Sonra 7 burada sarğaçdır. İndi bu rəqs konturu həm sarğaçdan, həm də tutumdan ibarətdir. 7 olur sarğaç, 8 isə burada torpaqlamadır. Bunu götürəsiz, özünüzə qeyd edərsiniz. Belə. İndi tapdıq ki, ikinci sualımızdakı cavab nə oldu? Y variantı oldu. Üçüncü sualımızda detektorlu qəbul edicinin sxemi göstərilir. Dəyişən tutumlu kondensator hansı rəqəmin istifadə olur? Dedik ki, sabit tutumlu kondensator belədir. Dəyişən olanda üzərindən bir dənə ox qoyuruq. Bu ox da burada görürəm ki, harda 2-də yerləşir və 3A variantıdır. Dördüncü sualımızda detektorlu qəbul edicinin sxemi göstərilir. Qəbul edici antena. Aha, qəbul edici antena deyir, bax budur da, buradakı 5 olandır və sual 4-də Y variantına gedir. 5-ci sualımıza baxaq. Radio dalğaların köməyi ilə obyektlərin yerini aşkara çıxarmaq və onlara qədər olan məsafənin dəqiq yerini təyin etmək üçün radiolokasiyadan istifadə olunacaqdır. Bu da hazır nəzəri sualdır. 6-cı sualımıza baxaq. Tanı 6-cı sual. Hə. Radio rabitə zamanı yüksək tezli rəqslərin modulyasiyası nəyə görə lazım olacaq? Bu alçaq tezlikli rəqsləri uzaq məsafələri ötürmək üçündür. Buna uyğun gələn cavab 6-da B variantı. 7-ci sualımızda detektorlu qəbul edicinin AB hissəsinə hansı element birləşdirilibdir? Hə, deməli, bax, bu hissələr, deməli, bax, bu AB hissəsi aşağıdakı şəklə fikir ver, 8-də. Burada nədir? Burada görsən kondensatordur, amma burada yox. Deməli, bura sabit tutumlu kondensator çatmır da bunun bu hissəsində 7D variantına gedəcəkdir. İkinci sualın izahına baxın. Burada bunların hamısının mənalarını özüm ayrıca hazırladığım PDF-dən bir hissəni göstərib sizinlə paylaşdım. 8-ci sualda detektorlu qəbul edici AB hissəsində hansı element yoxdur? Dedi ki, bax, bu rəqs konturunun bir tərəfi sarğaçdan ibarətdir, digər tərəfi dəyişən tutumludur da, eləmi? İndi burada çatmayan nədir? Sarğaçdır. 8D variantı. 7 ilə 8-in bax, buradakı fərqini görəcəksin. Burada dəyişən tutumdur. Burada isə sarğaç yoxdur. Deməli, 8D variantına gedir. 9-cu sualımızda radio rabitə informasiyanın elektromagnet dalğaları vasitəsilə verilməsi və qəbul olunmasıdır. 9A variantı. 10-cu sualımızda şəkildə detektorlu qəbul edicinin sxemi göstərilir. Yəni, bax, bunun sxemi bizə belə verilibdir. Burada deyir ki, hansı elementin köməyi ilə döyünən cərəyan hamarlanması üçün həyata keçiriləcəkdir. Deməli, bu sabit tutumlu kondensatordur. Həmin, bax, bu ifadə döyünən cərəyanın hamarlanması üçün, yəni bu sualımız onda gedəcəkdir. Hara? 4C variantına gedir. Bir dəqiqə bu şəkili görün. Burada mən yerləşdirmişəm, amma bunu sizinlə paylaşmaq yenə bu yanda da istəyərəm. Deməli, bir dənə bura baxın. Biraz da bunu bu tərəfə gətirim, çəkim sualımızın önündən.
Deməli, burada mən bunu neçənci rəqəm yerləşdirmişəm? 4-dürsə, bəli, bax, sabit tutumlu kondensatordur. Döyünən cərəyanın hamarlanması üçün istifadə olunur. Bax, bunu götürün, özünüzdə qeyd edin ki, buradakı nömrələrin hamısını yerləşdirmişəm ki, nə üçün bu detektorlu qəbul edici istifadə olunur? Onun C variantına gedir. 11-ci sualımızda şəkildə detektorlu qəbul edicinin sxemi verilir. Hansı element rəqs konturudur? Bayaqdan danışırıq. Rəqs konturu nədir? Bir sarğac, bir tutumdan ibarətdir. Bu ikincidir. 2-də nədir? 11-də A variantıdır. 12-ci sualımızda şəkildə detektorlu qəbul edicinin sxemi verilir. Qəbul edicinin hansı elementin köməyi ilə müəyyən radiostansiyanın köklənməsi üçün həyata keçiriləcəkdir ki, bu elə rəqs konturudur. Deyək, bax, buradakı 2-dir. Rəqs konturu. 12 C variantına gedir. 13-cü sualımız 13-də şəkildə detektorlu qəbul edicinin sxemi verilir. Qəbul edicinin hansı elementin köməyi ilə müxtəlif radiostansiyalardan gələn modullaşmış siqnalların qəbulu həyata keçiriləcəkdir. Bu antenadır, bax. Müəyyən səslər gəlir. Antena bunları qəbul edir və bu da olur nə? Birinci gedəcəkdir. 13-də sualımızın cavabı B variantı. 14-cü sualımızda radiovericinin və radio qəbul edicinin dövrəsinə cərəyan şiddətinin zamandan asılı qrafiki verilir. Modullaşmamış yüksək tezli rəqslərin qrafiki hansıdır? Modullaşmamış elə düzdür, yüksək tezli rəqslər deməkdir ki, bax burada bunların hamısı eyni şəkildə qabarıqlığı da, çöküklüyü də hamısı eyni şəkildə olacaqdır. Amma modullaşmış olanda bilirsiniz bu nə deməkdir? Modullaşmamışın üzərinə biz alçaq tezlikli səsləri gələcək. Yəni qoy buradan çəkin bunu, qoy qara rənglə çəkin. Deməli, bunun birinci, bax, bu D variantının bu hissəsinin adı modullaşmamışdır. İnkar şəklində. Modullaşmamış. Hə, digəri isə budur. Alçaq tezlikli səsdir. Bu modullaşmamışın üzərinə alçaq tezlikli səslər gəlinəndə bunların nəticəsi, yəni bərabərliyi bizə verəcəkdir modullaşmışın. Qoy buradan çəkirəm. Bu da i-nin t-dən asılı modullaşmış da nə cürdür bunun qrafiki? Bax, elə bir buradakı səslər sanki rəndələnibdir. Müəyyən qədəri, yox, bunu pis çəkdim. Yəni B variantı kimi qısacası olasıdır. Sadəcə mən biraz yaxşı çəkə bilmədim bunu. Bax, elə bir belə bu cür şəkildə yerləşəcəkdir. Bunun adı olacaqdır modullaşmış. Ən sonda yazdığım modullaşmış. Deməli, 14-cü sualda modullaşmamış deyəndə dedik ki, yuxarı aşağı olan qabarıqlıqlar, çökəkliklər eyni şəkildə olaraq 14D variantına gedəcəkdir. 15-ci sualımızda burada isə modullaşmış deyir. Modullaşmış dedikdə deyək, bax budur. Bu cür kənarları belə formalı şəkildə olanlardır. Yəni bu sualımız gedəcəkdir B variantına. Bax, modullaşmamış sanki kökdür. Belə qəbul edin, kökdür, modullaşmamış. Amma bu isə modullaşmış incədir. Yəni onu elə yadda saxlaya bilərsiniz. Digər C variantı isə burada pulyasiya olunmuşdur. D variant yalandan 5 variantımız xatir veriblər. Y variantı belə bir variant yoxdur. Bu alçaq tezliklər belə olur. Həm müsbət qütbə, həm də mənfi tərəfə gəlib düşəcəkdir. Bu belə. Bunun cavabını dedim, neçə elədi? Hə, 15B variantı. 16-cı sualımıza keçdik. Bu sualımızda modullaşma və detekt etmə üçün Euler-Venn diaqramda uyğunluğu müəyyən edəcək. Modullaşma və detekt etmə. Deməli, görək nə baş verir buradan. Yüksək tezli rəqslərin, amplitudunun, səs tezliklər rəqslərin dəyişmə qanuna uyğun. Bunlar, baxın, modullaşmadır. Yəni, hazır nəzərə olan suallardır. 2-də isə qəbul edilən yüksək tezliklə modullaşmış rəqslərin alçaq tezli rəqslərə çevrilməsi də bu da detekt etməyə aiddir. 3-də yarımkeçiri diod vasitəsilə həyata keçirilir. Bu yarımkeçiri diod detekt etmədir. Bayaqlarım bunu göstərmişdi ki, bax bu cür şəkildədir. Həm də yarımkeçiri diod 3 olur, 2-yə gedir. Bu proses nəticəsində alınan rəqsləri verici antena vasitəsilə fəzaya şüalandırılır. Bu da modullaşmaya aiddir. Qoyduq bunu birinci. Radio rabitənin tərkib hissəsi. Hamısı radio rabitənin tərkib hissələri olaraq ortaqlarına gedəcəkdir. Cavablar 1, 4, 2, 3 və 5-dən ibarət olaraq Y variantına gedir. Növbəti sualımız. Açar sözləri tamamlayacağım. Şüalanma tezliyi niyodur? Elektromaqnit şüalanmanın enerji sıxlığı. Aha, biri var enerji sıxlığı, bu əyri W-dur. Enerji sıxlığı. Digər isə şüalanma selinin sıxlığı. Bu I kimi yazsa cərəyan şiddətinə oxşar, amma cərəyan şiddəti deyil. Vahid zaman 4-də zaman, yəni zamanı götür 1-ə bərabər elə deyir. Aha, indi oxuyaq görək nədir? 5 də deyir elektromaqnit dalğasının enerjisi.
Yəni, bax, bu da bizim enerjimiz. Belə. İndi görək nəyə, harda, nə cür şəklə yerləşdirə bilərikmi? Deyir ki, dalğanın yayılma istiqamətinə perpendikulyar vahid səthdən keçən bərabərdir. Vahid səth, yəni sahənin 1 olmağı deməkdir. Bu yazım buradan. Sahə əgər 1-ə bərabərdirsə, görək buradakı bu ifadə nəyə gəlib bərabər ola bilər? E, dalğanın yayılma istiqaməti. Aha, demək belə götürək. Şüalanma selimizin sıxlığı gücün sahəyə olan nisbətidir. Amma bizə burada sahəni 1 deyir. Əgər elə sahəni 1 deyirsə, onda şüalanma selimin sıxlığı və yaxud da digər bunun adı şüalamanın intensliyi. O zaman gücə bərabər olar. Amma mən burada güc ifadəsini görmürəm. Enerji ifadəsini görürəm. Ona görə mən nə edə bilərəm? Mən götürərəm buradakı gücün yerinə enerji bölünsün zaman yazaram da belə. İndi götürüm yazım buradan bunun yerinə verilən şərtə görə yazıram da. Enerji bölünsün zaman. Aha. İndi nə baş verir? Zamanın 1-ə bərabər olanda bax bunun yerinə 1 qoyuram. Sonra sahənin də dediyi 1-dirsə, o zaman şüalanma selimin sıxlığı enerjiyə bərabər olacaqdır. De, enerji burada 5-dir də elektromaqnit dalğamızın enerjisinə. Deməli, bərabərdir olana götürəcəm buradan 5-i yazmış olacağam. Sonra vahid səthdən keçən de buradakı vahid zaman bura gedəcəkdir. Bu ifadə də şüalanma selinin sıxlığına uyğun gələcəkdir. Şüalanma selinin də sıxlığı 3-dür. Aha. Deməli, bir düsturun sayəsində 3 dənə variantı tapdıq. 3, 4, 5. Bunu da kənara yazıram ki, rahat şəkildə cavabımızı soram yerləşdirək. İndi burada nədir? Elektromaqnit şüalanma selinin sıxlığı düz 4-cü dərəcə ilə tərs mütənasib asılıdır. Yaxşı. Deməli, nə bilirik? Biz şüalanma selinin sıxlığı məsafənin kvadratla tərsdir. Burada məsafə verməyib. Dalğa uzunluğun 4-cü dərəcəsi tərsdir, amma tezliyi ilə isə 4-cü dərəcə ilə düz asılıdır. Və deyir ki, elektromaqnit şüalanma selinin sıxlığı ilə düz asılıdır. Şüalanma selinin sıxlığı ilə hansı fiziki əməklə bu gəlib düz asılı olacaqdır? Enerji sıxlığımız, hə. Deməli, enerji sıxlığımızın asılı olar. Bilirsiniz niyə görə? Çünki bizim bir dənə düsturumuz var ki, şüalanma selimin sıxlığı, enerji sıxlığımız vurulacaqdır vakuumda olan sürətə. Bax, bu bizim enerji sıxlığımızdır. Yəni, şüalanma selinin sıxlığı, enerji sıxlığımızla düz mütənasib asılıdır. Bu da düzlüyünə görə, onda bura biz 2-ni götürəcək. 4-cü dərəcə ilə düz mütənasib asılıdır. Deməli, 4-cü dərəcə də bu bizim tezlikdir, görürük də. Şüalanma selinin sıxlığı tezliyin 4-cü dərəcəsi düz asılıdır. Deməli, onda bura 1 gedəcəkdir. Nə cavabları tapdım mən? 3, 4, 5, 2, 1-dən ibarətdir. 34, 521, cavab 17-də B variantına gedir. Bu səhv eləmirəmsə, köhnə topluda bunun cavabı yanlış verilmişdi. 18-ci sualımızda radio qəbul edicinin daha uzun dalğaları kökləmək üçün nə etmək lazımdır? Dalğa uzunluğunu, yəni daha uzun desə, yəni böyük olsun deyə də onda nəyə bilərik? Deməli, dalğa uzunluğumuz bərabərdir. İşığın vakuumda sürəti vurulsun perioddur. Buradan da biz periodumuzun yerinə Thomson düsturunu yazacağıq. Thomson düsturumuz da 2 pi kökdə LC-dən ibarətdir. Bax, bu sürətdir. Ayağına sürət yazıram. İşığın vakuumda olan sürətidir. Və əgərlərim lambdanın dalğa uzunluğunu böyük olmağı lazımdırsa, onda bax, buradakı fiziki əməklərimiz də bizim böyük olmalıdır. Tutum və yaxud da sarğac. İndi görək buna hansı verilib? Bu da rəqs konturumuzdur. C1 yazırsa, deməli C1 böyük olmalıdır. C2-yə baxıram, bu hissəyə baxıram. Rəqs konturuna uyğundur. Çünki bu yazdığım periodumuzun bu düsturu rəqs periodunun sadə rəqs konturuna uyğundur. Ona görə C1 kondensatoruna baxacağım. C1 kondensatorda tutumu artırmaqla və cavab 18-də D variantına gedəcəkdir. 19-cu sualımıza baxıram. Radio qəbul edicinin daha qısa dalğalar kökləmək üçün. Deməli, 19 ilə 18 bir-birinin tam əksidir. İndi belə olduğu halda bunları buradan silirəm. Deməli, bizə deyir ki, bunu daha qısa məsafələri kökləmək üçün. Yəni, bunun dalğa uzunluğu buradan azalırsa, deməli, tutumu da onda azalmalıdır. Yəni, bu C1 kondensator tutumunu azaltmaq lazımdır. Və hansı cavab uyğun gəlir bu? 19-da A variantına gedir. 20-ci sualımıza baxıram. Bunu bir yana çevirək. Bu sualımızda ideal rəqs konturunda baş verən sönməyən elektromaqnit rəqslər zamanı
Gərginliyin qiyməti bu anda cərəyan şiddətinin ani maksimal qiymətləri nisbətləri kvadratları nəyə bərabər olacaqdır? İdeal rəqs kontrolunda belə bir düstur var ki, bax, əgərlərim cərəyan şiddətinin ani qiymətinin onun maksimalının kvadratına nisbətini soruşursa, həmçinin ani gərginliklə də maksimal gərginlik kvadratları cəmi bizi biri verəcəkdir. Yəni, onda bir dəqiqə bu hissələrimizi təmizləyək. Yazıram nə demək istədiyimi. Gərginliyin maksimumu olan nisbətinin kvadratı üzərinə gəlsin i-nin i maksimumun kvadratı bu ifadənin cəmi 1-ə bərabər olacaqdır. İndi buradakı ani gərginliyin yerinə mən bu ifadəni yazacağım. U max bölünsün 2. Yəni, bax, bu u-nun yerinə yazacağım ki, u max bölünsün 2. U maksimum bölünsün 2 gərginliyi. Məxrəcində bir dənə gərginliyin maksimumu var. Bura U maksimum yazıram və ümumi bunların kvadratı. Üzərinə gəlinsin bu ifadəni yerləşdirəcəm. I bölünsün I maksimumun kvadratı bərabərdir 1-dir. Buradan bu ifadələr ixtisar olunacaqdır. Qalacaq burada bu şəkildə. Boş qalan yer 1 deməkdir. Yəni 1 bölünsün 2. 2-də 1-in də kvadratı bizə 4-də 1 verəcək. 4-də 1 üzərinə gəlsin i bölünsün i maksimumun kvadratı bərabərdir 1-dən. Bizdən isə bu ifadəni istəyir, kvadratlı şəkildə istəyir. Ona görə i bölünsün i maksimumun kvadratı bərabərdir. Buradakı 1 çıxılsın, bu 4-də 1 olacaqdır. 1-dən də çıxanda 4-də 1-i, bu da bizə 4-də 3-ü verəcəkdir. 3-ün də 4-ə olan nisbəti 0,75 olacaqdır. Sualımızın cavabı. Baxıram buradan 21-ci sualımıza və bu hissələri buradan silirəm. Sual 21. Havada yayılan 3 MHz tezlikli elektromaqnit dalğasının dalğa uzunluğunu hesablayacaq. Demək, buradan bizə verilən tezliyimiz 3 MHz-dən ibarətdir. Gəlin yazaq. Tezlik, yəni nu bərabər 3, mega 10 üstü müsbət 6, yəni milyon deməkdir ki, tezlik 3 milyondur. S işığın vakuumdakı sürət verilir və dalğa uzunluğu lambda soruşulur. Bizim bu üç verilən fiziki qiymətə görə ortaq düsturumuz S bərabər lambda nu'dan ibarətdir. Burada lambdanı taparamsa, tapdığım hərfin yanındakı həmişə məxrəcə düşür. Yəni, lambdanı tapanda nu məxrəcdə, S isə sürətdə olur. İşığın vakuumda olan sürəti 3 vur 10 üstü müsbət 8, tezlik isə 3 vur 10 üstü müsbət 6-dır. 3-lər ixtisar olunur. 10 üstü müsbət 8 lədir. 10 üstü müsbət 6 ixtisar olanda qalır 10 üstü müsbət 2. Bu da 2 dənə 0 deməkdir. Yəni, dalğa uzunluğumuz 100 metr olur. 22-ci sualımızda isə sındırma əmsalı n bərabər 2 olan mühitdə yayılan elektromaqnit dalğasının elektrik sahəsinin intensivlik vektorunun rəqslərinin mənbədən olan məsafədən, yəni R-dən asılı qrafiki verilmişdir. Şüalandırılan dalğanın tezliyini hesablayacaq. Baxıram ki, öncə nəyə? Buradan bizə sındırma əmsalı mühitə görə verilibdir. Yəni, n-imizin qiyməti 2-dir, hər hansı bir mühitdir. Amma burada isə bir dənə bizə belə bir sürət verilib. Bu sürət vakuumdakı sürətdir. Deməli, bir adi hər hansı bir mühit var. Digər mühitimiz də bizə vakuum mühiti olacaqdır. İndi görək bunları nə cür şəkildə icra edə bilərəm. Birinci bir qrafikə fokuslanıram. Yadda saxlayın ki, əgərlərin bax bu üfüqi xəttiniz sizin zaman verilsəydi, yəni zaman, bir də vahid də saniyə görsəydim, bilərdin ki, bu verilən üfüqi xəttin sayəsində sən periodu tapacaqsın. Yox, indi burada period yox, yəni zaman yox. Eğer məsafə, yəni vahid də metr olaraq verilərsə, o zaman bilməlisən ki, burada sən dalğa uzunluğunu tapacaqsın. Dalğa uzunluğu nədir? Vahidi metrdə, yəni metr tapacaqsın. Amma T olsaydı saniyə, periodun da vahidi saniyədir. Deməli, lambdamız, yəni dalğa uzunluğumuz bizim nə cür şəkildə tapılır? Eyni ilə period şəkildə tapılacaq. Eyni ilə. Periodun tərifi nə idi? Dalğanın bir rəqs period ərzində yayıldığı bir məsafədir. Və yaxud da çevrədən buna belə bir tərif verə bilərəm. Bax, çevrədən. Tam bir dövrə sərf olunan zaman. Tam bir dövr nədir? Yəni, bax, bütöv bir çevrənin bir kruqluğuna tam bir dövr gəldi oldu. Biz buna deyəcək, bu bizim olacaqdır bir periodumuz. İndi lambda da eyni ilə bu şəkildə tapılacaq. Bax, buradan bura qədər gəldik. Bura bizim bir yarım çevrədir. Buradan bunu götürdüm, çəkdim. Bu bir yarım çevrə. Digər yandan da belə çəkdimsə, aha, indi artıq bizim çevrəmiz tamamlanmış oldu. Onda bura qədər gəlinən hissə bizim bir lambdadan ibarətdir. Bizim gələcəyimiz lambda, bax, buradakı 250-yə qədər mən bunu gətirib çıxartmalıyım. İndi digər addımıza baxıram. Keçid edim bunu başqa bir rənglə yazım.
Buradan bura qədər gəldim. Bir yarım çevrədir. Buradan bura kimi gəldim. Bir yarım çevrə. Artıq bizim burada bu hissəmiz tamamlanmış oldu. Deməli, bir dənə də lambdamız burada üzərinə gəlindi. Digər yandan da 250-yə qədər bir dənə də belə bir e, yarım çevrə mənə gəldi. Artıq bu bütöv çevrə deyil, ha, görsən yarısıdır. Deməli, onda bunu mən lambda bölünsün 2 şəklində yazacağım. Və belə olduğu halda bu vəziyyəti mənə nə veribdir? 250 veribdir. İndi başlayıram bunu buradan icra etməyə. Deməli, lambda, bax bu lambdaları üzərinə gələcəm və bərabər edəcəm buradakı 250-yə. Lambda üzərinə gəl, lambda bölü 2 üzərinə gəl 250-yə bərabərdir. Sadələşdirəm, bax bu lambda bölü 2 ilə nə deməkdir? Elə 2də 1 lambda deməkdir də. Yəni ki, biri 2-yə böləndə bu bizə nə verir? 0,5 verir. Elə onu 0,5 deyə yazaram. 0,5 lambdadan ibarət. İndi topla bunu. Deməli, bu deyiləcəkdir. 2,5 lambda bərabərdir 250 metrə. Oradan da lambdanı tapanda 250 2,5-ə bölünər. Bunu tamdan azad etmək üçün yuxarı aşağı 10-a vuraram. Bu da eləcək 2500 bölünsün 25. Lambdamızı, yəni dalğa uzunluğumuzu biz 100 metr olaraq tapırıq. Və tapdığımı götürürəm, bax bunları buradan silirəm. Yazıram ki, lambdamız bizim oldu 100 metrdən ibarətdir. Sonra işığın vakuumda olan sürəti var. 3 vur 10 üstü müsbət 8-dir. Belə bunu bütöv yazaq. Bir də bizdən tezlik, yəni nyu soruşulur. Yaxşı. İndi belə eləyək. Bizim sındırma əmsalımızın, yəni N-in bu mühitdir də. N, S və bir də V ilə əlaqəli belə bir düsturu var. Gəlin də onu yazaq. N, yəni sındırma əmsalımız birinci bax bu adımdan başlayacaq. N bərabərdir sındırma əmsalımız vakuumdakı sürətin mühitdəki olan sürətə nisbətidir. Və buradan V-ni tapanda V ilə N yerlərini dəyişirlər. Onda olur belə V bərabərdir S bölünsün N-dən ibarətdir. S işığın vakuumda olan sürəti 3 vur 10 üstü müsbət 8 verilibdir. Bunu yazıram. 3 vur 10 üstü müsbət 8 N sındırma əmsalımız da 2-dir. Və 3 də 2-yə bölünəndə mühitdəki sürətin 1,5 vur 10 üstü müsbət 8 metr bölünsün saniyədir. Gəl kənardan da bunu yazıram. Sürət 1,5 vur 10 üstü müsbət 8 metr bölü saniyə tapmışam. İndi bax gör yerdə hansı hərflər qalıb? Sürət qalıbdır, lambda qalıb və nü qalıbdır. Və bizim bu verilən hərflərə görə ikinci ortaq düsturumuz V bərabər lambda nüdan ibarətdir. İndi nünu tap deyirsə bizə, nü bərabərdir. Hansı hərfi tapıramsa onun yanındakı həmişə məxrəcə düşür. Deməli, lambda məxrəcə düşür, sürət isə yuxarıda V böl lambda. V-ni tapmışam, 1,5 vur 10 üstü müsbət 8-dir. Lambdamızı da bayaq 100 tapmışdım. Bu 1,5-i 100-ə bölmək, deməli, buradakı 2 sıfır ilə 10 üstü müsbət 8-dən 2 sıfırın ixtisar olunmağı deməkdir. Bu deyiləcək 1,5 vur 10 üstü müsbət 6. Cavabı isə görə megahertzlə verib. Mega 10 üstü müsbət 6-dır. Yəni, bax, yəni 10 üstü müsbət 6-nı 1 mega ilə, yəni milyonla əvəz edəcəm. Onda bizim tezliyimiz 1,5, bunun cavabı megadır. Olur, megahertzdən ibarətdir. Sualımızın cavabı. İndi baxıram buradan növbəti sualımıza. 23-cü sualımızda uyğunluğa müəyyən edəcək. Bunlar hazır təriflərdir ki, radio, rabitə, informasiya, elektromaqnit dalğaları vasitəsilə həm ötürülmə, həm də qəbul olunmasıdır. Onda bura 1-ə uyğun gələcəkdir A variantı. Modulyasiya nədir? Modulyasiya yüksək tezlikli elektromaqnit rəqslərin alçaq tezlikli elektromaqnit rəqslərinə uyğun dəyişdirilməsidir. Deməli, 2-yə isə A variantı uyğun gələcəkdir. Radiolokasiyadan radio dalğaları köməyi ilə müxtəlif obyektlərin aşkar etməsi bu nə qədər məsafənin təyin olunmasıdır. Bu isə üçüncü şərt. Buna uyğun gələn cavab, baxaq, Y variantı olar. Bəli. Bunu da yazıq belə cavablar A. Bir dəqiqə. Nədir burada? S yazmaq istəmişim. Çaşıb A yazmışam. Cavabımız bizim burada A, S və Y-dən ibarət olacaqdır. Baxaq bundan sonraki sualımıza. Sual 24. Uyğunluğu müəyyən edin. Detektorlu qəbul edicinin sxemi göstərilmişdir. Bu sxemdə, deməli, detektorlu qəbul edici, bax, bizim bildiyimiz bu sxemdir. İndi oxuyaq. Bu sxemdə modullaşmış siqnalları döyünən siqnallara çevirir. Bu olacaqdır hansı detektor? Deyə bax bura. Bu şərt
Birinciyə uyğun gəlir C variantı. İkinci isə elektrik siqnallarını mexaniki səs siqnallarına çevirir. E, Buna isə də uca danışan uyğun gəlir də və bu 2 Y variantıdır. Üçüncü sualda isə bunu çevirə biləməndə yazı var deyə görünmür burada. Qəbul edicini tələb olunan stansiya kökləməni həyata keçirir. Bu LC konturudur. Bax, bura C bizim dəyişən tutumdur. Bu da L'dir. Yəni sadə konturdur. Yəni sadə rəqs konturu götürür. Bu da B variantıdır. Olacaq cavab nə? 1C, 2Y və 3B'dən ibarət C, Y, B'dir. Beləliklə sualların sonuna gəlib çatdıq. Bu video sizə faydalı olarsa videonu bəyənib paylaşın və həmçinin abunə olaraq öz dəstəyinizi əsirgəməyin. Növbəti izahlarımıza görüşənədək sağ olun, Allah amanda.